Herkese salam. Kanalıma ve yeni videoma hoş gəlmisiniz. Nə vaxt video çəkmirəm, səsli çəkmirəm. Çəkəndə də ASMR çəkirdim deyə dedim. Bugün video çəkim. Həm bir iki dənə yenilik var. Onları dedim çəkim. Farm pas tamamlayım. Grupa bir baxaq. Kim ne istemiş, ne lazımdı? Keçək görək, ne inirik? Birinci bu makinaların önünü toplayabileceğim mi bilmirəm. Çünkü ağılda yerim yoktu. Ama var ha biraz. Yapabilirim. Bu da terapi için bir şey. İkinci gün doldurucu. İkinci gün 2xp var. Bundan atın. Neyse bunları toplayabilmeyeceğim ben indi. Keçək. Neye bakalım. Bir dəfə mənim bu tasarımım çox az oy alır. Bilmirəm niyə. Dedi çox elə qəşəng eləməmişəm. Yola verdim. Oy verək görək. Oy verəndə də birinci baxıram türklərlə Azərbaycanlılar varmı? Ona görə verirəm. Olmasa da qəşəngi hansıdır ona verirəm. Yedek hesaba da baxmalıyam. Orada heç video çəkməmişəm. Onu sabah çəkib paylaşaram. Orada da 16 level'a getirmişəm, orada da qalıb. Oynamamışam heç, yəni ki, video çəkmirəm deyə. Buna verək. Belə normal oy alıram mən burada. Bu qəşəng. Xallarımızı da götürək. Əslində yığıb bir yerdə getirməyə yaxşıdır. Belə çık-çık səslərinə görə adamı ləzzət eləyir. Burada XP-ləri yoxmalıyam, götürməliyəm. Görək, bəlkə elə level da atladıq bugün. Axırıncı makinamı da aldım. Kamyonuma niye heç kim kömək eləmir? Buna bir reklam verək videoya, şeyə. Sonra buna bir baxaq görək burada nəysə. 20 dənə kamyon göndərməliyəm. Çiftlik ziyarətçilərinə 8 dəfə satmalıyam. Təxnə sifarişini tamamlamalıyam. 2 dənə bunlar ikisi tamamlanıb. Götürə bilmirəm. Qabaqdakıları eləməmiş, bunu götürə bilmirəm. Sonra nə etməliyəm? 60 dənə kamyon göndərməliyəm. Yenə çiftlik ziyarətçilərinə 20 dəfə hizmət etməliyəm. 7 kamyon, 7 dənə tekne sifarişini tamamlamalıyam. Sonra kasabayı 50 dənə, çarkıfelek 5 dəfə, barınak heyvanlarına bəsləmək 5 dəfə. Bir dənə şey var axırda, harita parçası. Nədən başlayaq? Gəlin birinci buradakı, baxın görün burada tamamlanası nəsə varmı? Ne tamamlamalıdır? Koyun
yemlənməlidir, amma qoy buradan bir şey satım. Çünki yunu yığmağa yer yoxdur ağılda. Nə satım? Qoy bu yunları şey eləyim. Bura basın. Qəşəngi kapaq. Baxın görün burada bu yoxdur. Yunu yığaq ki, ay dayın olmur. Neyniyim mən indi? Bax, neyniyim? Düz 1800 ürünüm var. Neyi satım? 10 dənəsini satıram. Neyse. İndi yeni olmasa da imkat vuracaq mənə. Neçdən yemləmişəm? 23 7 dənə yemləmə yeməyi hələ. Ağlımı da böyüdə bilmirəm. Neyse, buradan alaq XP-ləri. Təzə kataloqumuz gəlib. Bundan məndə var. Bundan məndə var. Sonra ikincidə hansından var? Bu çitlərdən var. Bundan var. Bu ikisini baxım görün, bəlkə heç almadım. Buradan XP götürmək ən məntiqlisidir. XP ilə mən çox vaxt XP götürürəm. Barınak heyvanı üçün şey götürürəm. Bulmaca parçası. Açar götürürəm, belə şeylər. Bəlkə kutuda açaq bugün. Kutuda açarıq. XP-mizi götürək. 96.000. Bir dəfə də götürə bilərəm, amma çiçəyim çatmır. Mən burada bilmirəm niyəsə 2 gündür reklam izləyə bilmirəm. 109. İndi gedək farm pası yığaq. Əlbəttəki XP götürürəm. İndi buradan 50 çiçək gəldi. Bu 2 dənə də onsuzda. Pasta makinasını da açaq, əlavə kutu. Yine 50 çiçeği buradan. 48. 50. Şeye 22 puana bu açılır. Bax, indi buradaki XP-ni götürən kimi level atlayacağım. Gəlin bu videoda elə level atlayaq. Ən qəşəngi. Hoppa. Təbriklər. Artıq 124 seviyə bir çiftçisin. Və axırıncı makinamız xeyirli, uğurlu olsun. Axırıncı makinamızı aldıq. Screenshot da elədim. Videonun kapaq resmi için. Axırıncı makinamızı alandan sonra keçəcəm tasarıma. Çünkü pulumu xərcləyəcək, başqa şey qalmır. 1.350.000. Axırıncı xeyirli uğurlu olsun. Bundan da makine faslımız bitir. Neçə günə açılır? 3 gün 23 saat. Bu da biraz
artıqdır əlbəttə ki. 1.350.000 verirsən, 4 gün gözləyirsən ki, nə var, sənin makinan açılacaq. Baxın, görüm qızlara nə lazımdır. Burada bizdə Türk-Azərbaycan qarışıq, ancaq qızlar üçün olan məhlədir. Hamısının da şeylər elə qəşənglik, çiftlikləri. Bir dənə mənim çiftliyim qarma qarışıqdır. Sonra burada nə var idi? 20 dənə kamyon. Əslində bu neçə günlükdür? 4 gün. Kamyon günü göndərə bilərəm də bunları. Çünki ikinci gün 2XP kamyonu var. Level atlaya bilərik. Mən Brosla Ernestim də bitib. Dost Ernest açmışdım. Bunun buradakı bu hədiyələrini də yığa bilmirəm. Bunlar Brosla Ernestin hədiyələridir. Bunları çalışdıranda beləncə hədiyyə buraxırlar bura. Biz də götürürük. Baxın, görün buralara nə ata bilirəm. Bir şeylər ataq. Həm ürünümüz azalsın, şeyimiz azalsın. Yer açılsın da. Hərəsindən bir iki dənə yalandan bir şey atım. Ay, yoxdur. Bu artırma işi də nə yaxşı gəldi, vallahi. Yoxsa axtara qalırdıq sıfırlananda. Bunları Roz Ernest sıfırlayıb. Nətər gəldi, əkdim. Bir dənə də, 10 dənə də bundan götürün. Hərəsindən bir iki dənə atsın. Məqsəd baldakı heç vaxt olmur. Məqsəd şeydə yer açmaq. Adı nə idi? Şeftalim yokmuş. Şişte ataq. Sonra istakozum yoxdur. Yer yoxdur. Bunu doldurun sonra. Tarafından bir dənə. Buradan altından azdır. Ondan atırıq. Üzüm azdır. Hazırlaşaq kamyona. Bacardığımız qədər göndərərik. Şey də var. Unuttum adını.
USB kartı da var. Onu da açarız. Qəşəng. TV'den. Bir tane de atın. İki tane verin de. Ne olar ki? Görürsünüz ki. Yoktu. Bu da yoktu. Neyse. Orada kalmıştım. Böyle bak, böyle. 2 tane vereyim. Çorbalardan bunun istakozu yoktu. Soğan. Ay, buna da şey lazımdı. Bunlar 5'li 6'lı. Normal dersleri. Yine de attım. Bir iki tane yalandan da olsa. Ay, ne kadar pendir lazımdı. Kartofum da kurtarır. Evet, attım. Bu yoktu. Neyse. Ne atsam kardı diye atıram. Neyniyim? Bu yoktu. Klavam yoktu benim. Ay, hele yetişmeyip. Neyse. Allah ne verdiyse. Bununsundan ne isteyir bu? Birden atabilirim. Balım yoktu. Bir iki tane bundan atalım. Bir iki tane bundan atalım. Sonra bir tane bundan atalım. Neyse, bir tanesini de hiç olmasa atak. Çaylarım aslında pis değil. Buna da vallahi. Ne bir kulağı olacak. Tika. Bunlara pendir lazımdı elbette ki. Bal lazımdı. Neyse, bunlar da pis değil.
halı yoxdur. En çok bunu istəyir də bu kamyon. En çok bu acılı fasulye döner. Bunu istəyir en çok. Attım ondan da. Bizim cupcake'ler. Oyda. Yani her şeyi de guava istəyir. Bu da guava istəyir. Mango istəyir. Bu bundan istəyir. Ondan da sade atar. Bu makinanın güzelliği. Hududum yoktu. Bundan bakın. Sandviç. Bundan da yoktu. Limonlu atabilsem yaxşı olar. Limonlu attım. Bundan da attım. Makinalı rob kadar doldura bildim. Bundan artıq yer yoxdur. Videoda 21 dəqiqə olub. Karsu görək nə istəyir. Gəmisinə baxaq. Yox, verdim ona. Sonra hara baxacaqdıq biz? Başqa ediləcək bir şey qalmadı məncə. Baxım görün əgər bu adı neydi? Bu iki elmasa düşübsə, düşüb. Bunu şey edeyim. Bunu da tamamladık. Buradakileri de getirip şöyle açıldı bu. Aslında elmazım olsaydı açardım göre tamamlardım. Bir xeyli ilerleyerdim ama elmazım yoktu maalesef ki. Ona göre elmasla görev aça bilmirəm. Məsəl üçün burada kamyon göndərməkdir, alma yığmaqdır, meyvə yığmaqdır. Bunları açsaydım ömərli gedərdim. Hər neysə, açılanları yığıb, eyliyor. Belə, bunu da götürək. Sonra bu emojiler elə yaxşıdır ki bunları da uyandıraq, bonuslarımızı götürək. Görürsünüz bonusları, ne qəşəng bonuslar yığılır. Mütəmadi toplananda əməlli bonus yığılır heyvanlardan. Şimdi bunları sonra yemləyirəm. İndi əşik səbzələrimizi də əkək, sonra gedək. Videonu gecə saat neçədə çəkirəm? 01:19'da çəkirəm. İnşallah sabah yəqin ki yükləyəcəm. Sabah səhər yükləyirəm. Olan sebzelerimizi ekey, biraz da artırıp ekey, yığılsın çünkü 2xp'ye hazırlaşmak lazımdır. Görürsünüz bitirmişim. Bugün çok elə girmədim oyuna.
kek çoxaldıq. Baxın hansından yoxdur. Soğan. Neyse, nane. Siz isə kanalıma abunə olmağı, rəy yazmağı unutmayın dostlar. Dəstəyiniz vacibdir. İstəyirəm Azərbaycanda da belə kanallar olsun, çəksinlər, çəkilsin videolar, paylaşılsın. Görsünlər ki, biz də oynayırıq. Çünki bildiyim qədərilə də çox yoxdur Azərbaycanda video çəkən, YouTube'a çəkən var. Sadəcə olaraq səssiz çəkirlər, belə səslə çəkən yoxdur. Belə, hələlik. İnşallah gələn videolarda görüşərik. Özünüzə yaxşı baxın, Allah amanında. Yenə deyirəm, videonu izləməyi, bəyənib, yorum yapmağı unutmayın. Və əlbəttə ki, takip edin, abunə olun. Öpürəm hamınızı.